Salam, hər vaxtınız xeyir olsun, dəyərli izləyicilər. Bu gün mən sizə Abituriyent jurnalından model test tapşırıqlarının izahını verəcəm. Vaxt itirmədən birinci sual izahına keçirik. Fiziki coğrafi rayonlara uyğun gələn düzənişləri və onlara aid xüsusiyyətləri müəyyən edin. Birdə Mərkəzi Aran fiziki coğrafi rayonu, ikidə Şəhər Ordubad, üstdə isə Arazboyu fiziki coğrafi rayonu göstərmişdir və ona uyğun olan düzənlikləri təyin etməliyik. Deməli, mərkəzi Arana aiddir burada. Cənub-şərqi Şirvan düzü və Salyan düzü 2 və 4 aid edilir və onlara uyğun cəhət isə okean səviyyəsindən aşağıda yerləşir və Xəzər dənizində birbaşa çıxışları var. Yəni A və Y uyğun gəlir. İkidə Şəri Ordubad fiziki coğrafi rayona aiddir. Naxçıvan düzü, bir də Gülüstan düzü aiddir. 1 və 6 uyğun gəlir. Mütləq hündürlükləri 600 metrdən yüksəkdir və qışı soyuq keçən yarımsəhra və quru çöl iqliminə malikdir. B və D uyğun gəldi 2-yə. Arazboyu düzənişlərə birisi ki, Cəyən, İncə, Hərami düzləri aiddir. Burada Cəyən və İncə düzləri verilmişdir. 3 və 5 uyğun gəlir və bunlar Çin Qafqazının cənub-şərqində yerləşir. Həmçinin Mil Muğan hidroqovşağı da bu əraziyə düşür. Deməli, doğru cavabımız A, Y, B, D və 3-ə C və F cavabları uyğun gəlir. Doğru cavabımız D variantıdır. İkinci suala baxırıq. Sxemdə vizual təhlil apararkən müəyyən etmək mümkündür. Biz sxemə diqqətlə baxsaq, burada ox işarəsində yuxarı isə şimal, aşağı cənub, bu isə şərqdir, digər tərəf isə qərbdir və sxemi təhlil etsək, qərb hissədə gördüyünüz kimi bu işarələr yarğanları göstərir. Horizontallar bir-birinə yaxın olmağı, meyilliyin çox olduğunu, şərqdə isə meyilliyin aşağı olduğu göstərilir və şərqdə burada gördüyünüz kimi həm iynəyarpaqlı, həm də enliyarpaqlı, yəni qarışıq meşələr zonası var. Eyni zamanda bu hissədə biz çəmənlikləri görə bilərik, bulağı görə bilərik və bu cənub hissədə isə meyvə bağının işarəsi göstərilmişdir. Həmçinin şimal hissədə isə kolluqları görə bilərik. Bunun əsasında kəsmə yüksəkliyi də bizə 5 metr verilmişdir. Və birdə yazıb ki, çay şəbəkəsinin sıxlığını biz burada vizual təhlil apararkən çay şəbəkəsinin sıxlığını müəyyən edə bilmirik. Ərazinin şərqində qarışıq meşələrin yayılmasını 2 doğru fikirdir və şərq hissədə gördüyünüz kimi qarışıq meşələr zonası var. Üstdə qırılmış meşə və kolluqların geniş yayılmasını. Burada qırılmış meşə demək olar ki, burada vizual təhlil zamanı görünmür. Qarışıq meşə isə qarışıq meşə isə şərq hissədə görünür, şimalda isə kolluqlardır. Deməli, 3 səhvdir. Ərazinin qərb hissəsində meyilli olması, horizontallar bir-birinə yaxın olduğu üçün qərb hissə meyillidir, düzdür. Relyefin mütləq hündürlük amplitudasını, amplitud da ən yüksək hündürlük ilə ən aşağı hündürlük arasında fərqdir. Biz onu müəyyən edə bilmədiyimiz üçün 5 yanlışdır. Ərazinin qərbində yarğanların inkişaf etməsi, bəli, qərb hissədə burada biz yarğanları görə bilərik. Deməli, sualımın doğru cavabı olacaq 2, 4, 6, Y variantı. Üçüncü suala baxırıq. Cənubi Avropanın sahil xəttləri çox parçalanmışdır. Yarımada və adaların relyefi əsasən dağlıdır. Pirini, Apeni və Balkan yarımadalarındakı dağlar intensiv tektonik və seismik proseslərlə səciyyələnir. Etna, Vezuvi kimi fəaliyyətdə olan vulkanlar burada yerləşir. Balkan yarımadasındakı kars relyef formaları da geniş yayılmışdır. Baxaq burada. Mətnə sizin hansı fikirlər doğru deyildir? Yəni, yanlış. Ərazinin relyefin formalaşmasında Alp dağı gəlməsi rolu böyüdür. Bəli, bir doğrudur. Ona görə biz doğru olmayan fikir kimi götürə bilmərik. 2. Fəaliyyətdə olan vulkanların səbəbindən regionun mütləq hündürlüyü yüksəkdir. Xeyr, bu səbəb deyil. Burada toqquşma zonası da yerləşir ərazi. Ona görə də hündürlük çoxdur. Regionda dəniz və körfəzlərin sayı çoxdur. Bəli, bildiyimiz Aralıq dəniz sahillərində Aralıq dənizinin həmçinin içində Adriatik, İon, Tiren dənizləri, Lion körfəzi, İsrail körfəzi və digər körfəzlər geniş yayılmışdır. Deməli, bu doğru fikirdir, götürmürük. 4-də seismiklik çox olduğundan regionda zəif mənimsənmiş ərazilər çoxdur. Xeyr, əslində
Region o qədər də zəif mənimsənilmiş deyil və bunun səbəbi də seismiklik ola bilməz. Deməli, bu yanlışdır. 2, 4-ü götürürük. 5-də sahil xəttinin çox parçalanması ərazinin 4-cü dövr buzlaşmasına məruz qalması ilə əlaqəlidir. Bu da yanlış fikirdir. 4-cü dövr buzlaşma daha çox Avropanın şimal hissələrinə təsir göstərmişdir. 6 regionun şərqində əhəngdaşlı suxular geniş yayılmışdır. Bu doğru fikirdir. Deməli, yanlış cavablar 2, 4, 5 A variantı. Dördüncü suala baxırıq. Əlamətlərə əsasən iqlim diaqramını müəyyən edin. Aid olduğu iqlim vilayəti daxilində yay aylarında irriqasiya işləri aparılır. İrriqasiya bildiyimiz kimi dəyərli izləyicilər, irriqasiya suvarma əkinçiliyidir. Yəni suvarma aparılır yayda. Bu diaqramın aid olduğu ərazilərdə dünyanın mühüm kurort turizm rayonları yerləşir. Aid olduğu iqlim qurşağında 4 fəsil müşahidə edilir. Söhbət burada subtropik iqlim qurşağından gedir. Və subtropik iqlim qurşağının Aralıq dənizi iqlim tipidir burada. İkinci fikrə baxaq. Aid olduğu iqlim vilayəti daxilində enliyarpaqlı meşələr təbii zonası geniş yayılmışdır. İqlim diaqramının aid olduğu vilayət daxilində yağıntılar fəsillər üzrə paylanmasında kəskin fərq müşahidə edilmir. Bu diaqramın aid olduğu iqlim vilayətində il boyu mülayim hava kütlələri hakimdir. Burada da söhbət mülayim iqlim qurşağından gedir və mülayim iqlim qurşağının mülayim dəniz iqlim tipi burada var. Yəni mülayim dəniz iqlim tipi. İndi isə buna uyğun olan diaqramları seçək. Baxaq, birinci subtropikin Aralıq dəniz iqlim tipinə uyğun gələn iqlim diaqramı. Təbii ki, subtropikin Aralıq dənizində yayda tropik, qışda isə mülayim hava kütlələri, yağıntılar qış aylarında düşür. Bu da 4-cü bəndə uyğun gəlir. Yəni 1-ə uyğun gəldi 4. 2 isə mülayimin dənizində. Dənizdə yağıntılar demək olar ki, bərabər fələnir və temperatur 0-dan aşağı düşmür, orta temperatur. Bu da 5-ci məntəqədə göstərilmişdir. Yəni 2-yə də uyğun gələcək 5. Deməli 1-ə 4, 2-yə 5-in uyğun gəldiyi Y variantı sualımızın doğru cavabı olacaqdır. 5-ci sxemə baxaq. Aralıq dənizi regionu bir sxemi tamamlayın. 5-ci sualda Aralıq dənizi regionu sorulur. Bunun digər adı Mediteranlı regionudur. Bura aid Cənubi Avropa, Şimali Afrika, Cənub-Şərqi Avropa və həmçinin də Cənub-Qərbi Asiya regionu aiddir. Müvafiq olaraq ölkələri burada nəzərdən yetirsək, Cənub-Qərbi Asiya regionuna bu ölkələrdən aiddir. Birincidə Türkiyə olacaq. Türkiyə. Yəni 3-ə uyğun gələcək Türkiyə. Bir də bu region və ona uyğun gələn ölkə. Burada təyin eləsək, Şərqi Avropa regionundan, yəni Cənub-Şərqi Avropa, Şərqi Avropa regionunun cənub hissəsi olduğu üçün oraya da uyğun gələcək ölkə təbii ki, Xorvatiya olacaq. 1-ə uyğun gələcək Şərqi Avropa və burada 4-ə uyğun gələcək Xorvatiya. Deməli, 4-ə Xorvatiya uyğun gəlir. 2-yə San Marino isə Cənubi Avropa regionuna aiddir. Cənubi Avropaya aiddir. Deməli, biz burada təyin etdik ki, 1-ə uyğun gəldi Şərqi Avropa, 2-yə Cənubi Avropa, 3-ə Türkiyə, 4-ə Xorvatiya. Doğru cavabımız olacaq B variantı. 6-cı suala baxaq. Xəritə sxemə əsasən BRICS təşkilatına daxil olan ölkələr və onlara aid olan ümumi xüsusiyyətləri müəyyən edin. Bu ölkələr hansılardır? Əvvəlcə biz bunları bilməliyik. BRICS təşkilatına daxil olan ölkələr Braziliya, daha sonra Rusiya, bundan sonra Indiana, yəni Hindistan, sonra isə deməli Çin və CAR aid edilir. Buna əsasən biz fikir versək, bu ölkələrdən bir Kanadadır, 6 Əlcəzairdir, 4 Səudiyyə Ərəbistanıdır. Yəni bu ölkələr ola bilməz və həmçinin də Avstraliyada ola bilməz. Deməli burada 2 və 3 aid edilir. 2-yə Braziliya, 3-ə isə
Çin aiddir. 2 və 3 aiddir. Bunlara uyğun olan cəhətləri seçək. 2 və 3 variantda bir dənədir. Onsuz da D variantıdır. A. Filiz ehtiyatları zəngindirlər. Bəli, doğrudur. Böyük seslər su elektrik stansiyalara malikdir. Həm Braziliyada bildiyimiz kimi Braziliya ərazisində seslər var. Həm də deməli Çin ərazisində nəhəng seslərə rast gəlinir. Yəni Braziliya İtaliya sesi, Çin ərazisində üç sesi burada yerləşir. Və EF-də baxın, əhalinin əksər hissəsi ölkənin şərqində, bəli, şərq hissələrində iqlim şəraiti ilə bağlı olaraq şərq hissələrində həm Çinin, həm də Braziliyanın şərqində əhali sıx məskunlaşmışdır. İnsan inkişaf indeksi çox yüksəkdir. Xeyr, bu inkişaf etmiş ölkələr üçün xarakterik olan cəhətdir. Bu ola bilməzdir. Ərazilərində köhnə tənəzzülə uğramış sənaye rayonları var. Bu daha çox inkişaf etmiş ölkələr üçün xarakterikdir. Və deməli D və Y cavabları ümumiyyətlə ola bilməz. S qrupuna aid edilirlər. Bunlardan Braziliya aid edilir, yəni bu qrupa, amma ortaq cəhət kimi götürülmür. Deməli variant D variantı olacaqdır. Növbəti 7-ci suala baxaraq, ölkənin iqtisadi inkişaf səviyyəsi yüksəklikcə kənd təsərrüfatında əhalinin məşğulluğu ilə məhsuldarlıq arasında əlaqəni göstərən qrafik müəyyən edin. Bildiyimiz kimi kənd təsərrüfatı inkişaf etməkdə olan ölkələrdə daha çox bu sahə ilə məşğul olunur. Amma məhsuldarlıq inkişaf etmiş ölkələrdə daha yüksəkdir. Bu da təbii ki, həmin ölkələrdə aqrotexniki qaydalardan geniş səviyyədə istifadə və texnikanın sürətlə inkişafı ilə bağlıdır. Kənd təsərrüfatı əhalinin məşğulluğu ilə məhsuldarlıq arasında əlaqəni göstərir. Bunlar tərs mütənasibdir və tərs mütənasibliyin düsturu isə, yəni qrafik isə D variantında göstərilmişdir. Yəni kənd təsərrüfatının əhalinin məşğulluğu ilə məhsuldarlıq arasında əlaqənin tərs mütənasib olduğunu bilərək D variantını təyin edirik. 8-ci suala baxaq. Xüsusiyyətlərin aid olduğu iqtisadi rayonları xəritə sxemə müvafiq olaraq müəyyən edin. Birinci iqtisadi rayona baxsaq, 1 Şəki Zaqataladır, 2 Gəncə Daşkəsən, 3 Mərkəzi Aran, 4 Şərqi Zəngəzur, 5 Şirvan Salyan, 6 isə Quba Xaçmaz iqtisadi rayonlarıdır. Ərazisində yay otlaqları geniş sahə tutur, zəngin xromit və civə yataqları var. Azərbaycanda xromit və civə yataqları Kəlbəcər və Laçın rayonu ərazisində geniş yayılmışdır. Bunun əsasında biz ərazidə yay otlaqlarında olduğunu müəyyən edə bilərik. Bu da aiddir Şərqi Zəngəzura, yəni 1-ə uyğun gəlir 4. Ağır sənayesi əlvan metallurgiyaya əsaslanır. Şərabçılıq və kartofçuluq üzrə ixtisaslaşıb. Burada Gəncə Daşkəsəndir. Həm burada dəmir filizi ehtiyatları var, həm də dediyimiz kimi burada alüminium ehtiyatları, əlvan metallurgiyası inkişaf etmişdir. Həmçinin şərabçılıq və kartofçuluq da ixtisaslaşıb. 2 uyğun gəlir. Perspektiv polimetal yataqları vardır. Tütüncülük və qərzəşli meyvəçilik inkişaf edib. Bu Zaqatala, yəni Şəki Zaqatala iqtisadi rayona 1-ə aid olan bir xüsusiyyətdir. Həmçinin orada Filizçay, Katexçay, Mazlumçay polimetal yataqları tütüncülük və qərzəşli meyvəçilik inkişaf etmişdir. 4-də şimal-cənub nəqliyyat dəhlizi üzərində yerləşir. Ərazisində sənaye qovşağı var. Burada cavab Şirvan Salyandır. 5-ə uyğun gəlir. Şirvan Salyan sənaye qovşağı elə bu ərazidə yerləşir. Deməli, müvafiq olaraq 1-ə 4, 2-yə 2, 3-ə 1, 4-ə isə 5 Y variantı uyğun gəldi. 9-cu suala baxın. Doğru ifadələri müəyyən edin. Baxaq, doğru ifadələr hansıdır? 1-də qeyd olunmuşdur ki, yağıntıların miqdarı artır, buxarlanma qabiliyyəti isə azalır. 1-də Mingəçevir Susam Acnahurdan Böyük Qafqaza doğru yağıntıların miqdarı artır, buxarlanma qabiliyyəti azalır. Yəni 1 doğrudur. 2-yə fikir versək, buludlu günlərin sayı azalır, radiasiyanın miqdarı artır. Əksinə olaraq burada orta və yüksək dalğa doğru. Burada deməli buludlu günlərin sayı artır olmalı idi. 2 səhvdir. 3-də yağıntıların miqdarı
Bu hissədən Lənkərana doğru yağıntıların miqdarı artır. Günəşli saatların sayı azalır. Təbii ki, burada buludluluğun artması günəşli saatların miqdarı azalmış olacaq. Üç düzdür. Dörddə fikir versək, buxarlanma burada Zəngəzur silsiləsindən Arazboy düzəlişlərə doğru buxarlanma qabiliyyəti artır və yağıntıların miqdarı da artır. Bu da səhv fikirdir. Yağıntıların miqdarı burada artmır, əksinə olaraq azalır. 5-də fikir verək, 5-ə rütubətli artır, orta aylıq temperatur azalır. Bəli, 5-də doğrudur. Deməli, 1, 3 və 5 cavab A variantı. 10-cu suala baxırıq. A və B, C və D xətləri boyunca formalaşan fərqli landşaft tiplərini müəyyən edin. Burada fərqli xüsusiyyətlər, yəni A və B-yə aid olan və ya C və D-yə aid olan landşaftların fərqli xüsusiyyətləri. Burada baxsa A, Kür çayı ətrafı boyundan Böyük Qafqaza doğru. Burada yarım səhra, quru çöl, dağ çölləri, daha sonra dağ meşə, dağ çəmənləri, subnival və nival landşaftları ardıcıl gəlir. C və D məntəqəsində isə yarım səhra, quru çöl, dağ çölləri, dağ kserofit çolluqlar, çəmən və subnival landşaftları var. Bunlarda gördüyünüz kimi C və D məntəqəsində dağ meşə landşaftları yoxdur. A və B məntəqəsində isə dağ kserofit kolluqları, yəni dağ kserofitləri landşaftlarına rast gəlinmir. Digərləri isə orta, məsələn, A variantı Alp çəmənləri hər ikisində mövcuddur. B-də dağ meşələri təkcə A və B-yə uyğun olsa da quru çöllər hər ikisində olduğu üçün B ola bilməz. C variantı doğru cavabdır. Dağ meşələri, dağ kserofitləri. Düzən meşələri və subaçmal çəmənləri hər ikisində mövcuddur. Subnivar da hər ikisində var. C variantı sualın doğru cavabıdır. 11-ci suala baxırıq. Azərbaycanın geoloji quruluşu üçün xarakterik əlamətləri müəyyən edin. Böyük və Kiçik Qafqaz dağları Tetis okeanında ada şəklində qalxmağa başlanmışdır. Bu doğrudur. Bütün fiziki coğrafi vilayətlərdə vulkan mənşəli suxular geniş yayılmışdır. Məsələn, Kür dağarası çökəkliyi vilayətində, Böyük Qafqazda əsasən çökmə suxular geniş yayılıb. Digər vilayətlərdə vulkanik. Demək, bütün sözü burada yanlışdır. Üstə Böyük Qafqazda yüksəkliyə doğru suxuların geoloji yaşı artır. Bu doğrudur. 3 düzdür. 1, 3 doğru cavabdır. Azərbaycan ərazisinin çox hissəsi Mezo erasının çökmə suxuları yayılmışdır. Azərbaycanda Mezo yox, daha çox Kaynazoydur. Yəni yarısı qədəri Kaynazoydur. 5. Palçıq vulkanlarına yalnız tektonik qalxma zonalarında rast gəlinir. Xeyr, palçıq vulkanlarının həm də Kür dağarası çökəklik vilayətində, yəni Kür tektonik çökməsində də rast gəlinir. Bu da yanlışdır. Tektonik qırılmalar dağlıq ərazilərdə daha çoxdur. Bəli, bu əsasən dağlar düzənlik arasında olan ərazilərə uyğun gəlir. Deməli, burada sualın doğru cavabı 1, 3 və 6 cavabları Y variantı olur. 12-ci suala baxır. Euler-Venn diaqramına uyğun bəndləri müəyyən edin. Braziliya cərəyanı, bir də Bengel cərəyanı. Braziliya isti cərəyandır. Bengel cərəyanı isə soyuq cərəyanıdır. Və ikisi də cənub yarımkürəsində yerləşir. İsti cərəyanlar aşağı enliklərdən yuxarı enliklərə, yəni ekvatordan qütblərə doğru. Soyuq cərəyanlar isə qütblərdən ekvatora doğru hərəkət edir. Biri də yazıb ki, cənub istiqamətində hərəkət edir. Burada söhbət Braziliya cərəyanından gedir, yəni 1-ə 1 uyğun gəlir. Soyuq okean cərəyanıdır. Bu Bengelə aid olan xüsusiyyətdir. Atlantik okeanına aiddir. Həm Braziliya cərəyanı, həm də hər ikisi Atlantik okeana aiddir. Dəyişkən rütubətli meşələrin yaranmasına səbəb olur. Meşələr isti cərəyanın təsirinə yarandığı üçün bu təbii ki, Braziliya cərəyanına aid olan xüsusiyyətdir. Arid iqlim şəraiti yaradır. Soyuq cərəyana aiddir, Bengel cərəyana aiddir və cənub yarımkürəsində yerləşir. Bu da ortaq fikirdir. Deməli 1, 4, 2, 5 və 3, 6 B variantı. 13-cü suala baxırıq. 1000 kub metr oduncaqdan Afrika ölkələrində 13 ton, inkişaf etmiş ölkələrdə isə 200 ton kağız və karton alınır. İnkişaf etmiş ölkələrdə məhsuldarlığın yüksək olmasının səbəbini müəyyən edin. Xam malın keyfiyyətinin fərqli olması. Əslində keyfiyyət eynidir, yəni bu səbəb deyil.
Xam malın daşınmasının ucuz başa gəlməsi, yəni xam malın daşınması hər iki ölkədə heç də ucuz başa gəlmir. Bir iki deməli uyğun olmayan fikirlərdir. Müvafiq olaraq cavab 3 və 4-dür. Xam maldan kompleks istifadə. Bəli, inkişaf etmiş ölkələrdə ağacdan kompleks şəkildə istifadə edilir. Yəni 3, ona görə də burada daha çox kağız əldə edilir. 4. Qabaqcıl texnika və texnologiyanın tətbiqi. Təbii ki, bu da doğru fikirdir. 3 və 4. İstehsalda ucuz enerji mənbələrindən istifadə edilməsi. Bu yanlışdır. 3 və 4 D variantı. 14-cü suala baxırıq. Bakı şəhərində saat 14 10 olarsa, xəritə sxemdə yerli vaxtı 20:50 və 12:50 olan məntəqələri müvafiq olaraq qeyd edin. Biz burada Bakı şəhəri 50 dərəcə şərq uzunluğundadır və Bakıda saat 14:10-dur. Həmin məntəqələrin birində saat 12:50-dir. Yəni 12:50-ni qərbdə yerləşdirməliyik. Çünki 12:50 14:10-dan geridir. Deməli, həmin məntəqə Bakıdan qərbdə yerləşir. 20:50 isə Bakının şərq hissəsində olacaq. 20:50. İndi isə bu saat fərqinə əsasən biz dərəcə fərqini müəyyən edə bilərik. Əvvəlcə 14:10-dan 12:50-ni çıxırıq. Bu da eləyir 1 saat. 1 saat 20 dəqiqə edir. 1 saat 20 dəqiqə. Bu da 80 dəqiqə deməkdir. 80 dəqiqəni də dərəcəyə çevirəndə 4-ə bölü 1 dəqiqəmiz 4 dəqiqə olduğu üçün 80-i 4-ə bölü 20 dəqiqə deməkdir. Deməli 20 dərəcə deməkdir. 20 dərəcə. 50 dərəcə şərq uzunluğundan 20 dərəcə qərbə doğru getsək, 50-dən 20-ni çıxırıq və alırıq 30 dərəcə şərq uzunluğu. Deməli 12:50 olan 30 dərəcə şərq uzunluğudur. 20:50 isə 14:10-dan, yəni Bakıdan şərqdə yerləşir. İndi isə 20 bu hissədə 20:50-dən 14 onu çıxırıq. Bu da eləyir 6 saat 40 dəqiqə edir. 6 saat 40 dəqiqəni də dəqiqəyə çevirsək 400 dəqiqə. 400 dəqiqəni 4-ə böləndə 100 dərəcə edir. Deməli, həmin məntəqədə Bakıdan 100 dərəcə şərqdədir. 50-nin üstünə 100 gəlirik. Deyilir 150 dərəcə şərq uzunluğu. Deməli, tapdığımız məntəqələr 30 dərəcə şərq uzunluğu və 150 dərəcə şərq uzunluğu. Sxemdə də diqqətlə baxsaq və buradan açıq aydın görünür ki, F məntəqəsi 30 dərəcə şərq uzunluğunda yerləşir. Yəni Qreenwichdən 30 dərəcə şərqdədir. Və 150 dərəcə şərq uzunluğunda yerləşən məntəqə isə olacaq A məntəqəsi. Və doğru cavabımız oldu 14-də D variantı. 15-ci suala bax. Xəritə sxemdə stoplayıcı hövzəsi verilmiş çaya aid olan xüsusiyyətləri müəyyən edin. Şəkildə fikir versək, bu çay Dunay çayıdır və Dunay çayına aid olan xüsusiyyətləri tapmaq tələb olunur. Alp, Karpat və Balkan dağlarından çoxlu sayda qollar qəbul edir. Bəli, həm Alp dağlarından, həm də Karpat dağlarından göründüyü kimi, həm də Balkan dağlarından qollar qəbul edir. Bir doğrudur. Avropanın ən uzun çayı hesab. Avropanın ən uzun çayı Volqadır. Bu səhvdir. Gürsulluğu yayda müşahidə edilir. Dunay çayı əsasən yaz aylarında daha çox. Yaz və yay. Amma burada təkcə yay qeyd olunur. Doğru deyil. Kar sularından qidalandığı üçün yazda bu suludur. 4-də nəqliyyat əhəmiyyəti böyükdür. Bəli, Dunay çayından gəmiçilikdə geniş istifadə edilir. 4 düzdür. Mülayim və subtropik iqlim quşaqlarından keçir. Tamamilə mülayim iqlim quşağında yerləşmişdir. Kanal vasitəsilə Reyn çayına birləşir. Bəli, Dunay Reyn-Mayn kanalı vasitəsilə Reyn çayına birləşir və gəmiçilik üçün yararlıdır. 1, 4, 6 C variantı. 16-cı suala baxırıq. Yer səthində verilmiş sxemlərə uyğun gələn əlamətləri müəyyən edin. Birinci sxemdə görürük ki, burada dağlarda
birinci sxemdə geosinkronalın üçüncü mərhələsidir. Yəni birinci geosinkronalın üçüncü mərhələsidir. İkinci sxem isə geosinkronalın dördüncü mərhələsinə uyğundur. Yəni üçüncü mərhələdə cavan dağlar, dördüncü mərhələdə isə qədim dağlar yaranır və düzəlişlər meydana gəlmişdir. Geosinkron inşaatın üçüncü mərhələsindədir. Bəli, bu birinci sxem cavan dağlara uyğun gəlir. Birə A uyğun gələcək burada. Ural və Skandinaviyada bunlar qədim dağlardır. Bu ikinci sxemadır. Dağlar aşınıb parçalanmışdır, hamarlanmışdır. Suxuların üfüqi yatımı müşahidə edilir. Burada baxsaq, burada dağlıq ərazilərdir. Suxuların yatımı şaqilidir. Üfüqi yatım burada müşahidə edilmir heç birində. Geosinkronal inşaatın dördüncü mərhələsinə aiddir. Dördüncü mərhələsinə aid olan qədim dağlardır. Bu da ikiyə uyğun gəlirdi. Endogen proseslər intensiv gedir. Endogen proseslər cavan dağlarda, yəni birinciyə uyğun gəlir, 1-ə Y. Daxili proseslərin zəiflənməsi ilə sabit sahələr çevrilir. Bu da qədim dağlara uyğundur. 1-ə AY, 2-yə BDF uyğun gəlir. Doğru cavab C variantı. O 7-ci suala baxaq. Cədvələ əsasən doğru sıraları müəyyən edin. Çaylar və onların qidalanma mənbələri. Tərtər çayı yağış suları deyil, yeraltı su olmalıdır. Bir səhvdir. Ağsu çayı yağış sularından qidalanır. Doğru göstərilmişdir. İkini götürürük. Gilançay yeraltı su yox, buzlaq və qar suları olmalıdır. 3 səhvdir. Araz çayı təbii ki, ən çox iştirak edən mənbə yeraltı sudur. Doğru göstərilib. Biləş çayın yağış sularından daha çox qidalanır. Buzlaq göstərilmişdir. Yanlışdır. Pirsaat çayı isə yağış sularından qidalanır və doğru göstərilmişdir. 2, 4, 6 A variantı. 18-ci suala baxaq. Doğru sıraları müəyyən edin. Səbəb və nəticə. Təbiətdə suyun bir haldan digərinə keçməsi, böyük və kiçik su dövranları. Bu doğrudur. Rütubətin paylanması fiziki aşınma. Rütubətlə bağlı deyil fiziki aşınma. Daha temperaturla bağlıdır. 2 səhvdir. Yerin daxili enerjisi morfoloktur relyefi. Kuluptur yox, kuluptur olmalıydı. Bu xarici qüvvələrdir. Daxili qüvvələr qeyd olunub. 2, 3 yanlışdır. Deməli cavab C-dir. Qida zənciri üzüm maddələri dövranı bioloji dövran. 4 düzgün fikirdir. 5-də yerin öz oxu ətrafında fırlanması və nəticəsində qabarma və çəkilmə baş verir. Doğrudur. 1, 4 və 5. 19-cu suala baxırıq. Dağın ətəyində havanın temperaturu 18 dərəcə, yamazda yerləşən A məntəqəsində isə 3 dərəcə olarsa, sxemdə A məntəqəsinin yerini müəyyən edin. B məntəqəsinin atmosfer təzyiqi isə 660 mm civə sütunudur. B məntəqəsində 660 mm olarsa, 0 metrdə də 760 götürürük. O zaman biz burada 760'dan 660'a çıxırıq. Bu deyilir 100 millimetr civə sütunu. Bilirik ki, hər 10 metrdən də 1 millimetr, deməli 100 millimetrin də dəyişməsi üçün tənasüb qursaq 1000 metr hündürlüyü lazımdır. Deməli, B ilə 0 arasında 1000 metr fərq var. 2 horizontal, 2 boşluq fərqi olduğu üçün 1000 isə 2'ye bölüb 500 metr. Kəsmə hündürlüyümüz oldu 500 metr. Müvafiq olan hündürlükləri təyin edə bilərik. Bura 500'dür. 1000'dir. 1500'dür. 2000 və 2500 olur və bura qədər 3000'ə qədər çıxır. Sonra dağın ətəyində havanın temperaturu 18 dərəcə, yəni 0 metr hündürlükdə 18 dərəcədir. A məntəqəsində 3 dərəcə Selsi olarsa, deməli bilirik ki, 1000 metr hündürlükdə 6 dərəcə Selsi düşür. O zaman 18 dərəcə Selsi, daha sonrası 18'dən də 3'ü çıxmalıyıq, eləyir 15 dərəcə. 15 dərəcə Selsidə nə qədər düşdüyünü tapmalıyıq. Bu da bərabərdir 2500. 2500 metr
edir. Deməli, həmin məntəqə 2500 metr hündürlükdə olmalıdır və buradan müvafiq olaraq qeyd olunmuş məntəqə. Bura baxaq diqqətlə. 0, 500, 1000, 1500, 2000 və 2500 məntəqəsi ikinci məntəqəyə uyğun gəlir. 19-da cavab Y variantı olacaq. Yəni, bu da horizontalın başında ikinci məntəqə qeyd olunub. Deməli, doğru cavab Y variantı ikinci məntəqə. 20-ci suala bax. Respublikamızda əkinçiliyin dəmiyə şəraitində apardığı ərazilər üçün səciyyəvidir. Torpaqların şoranlaşma ehtimalı böyükdür. Xeyr, bu düzənlik ərazilərdə daha çox baş verən bir hadisədir. Əhali sıx məskunlaşmışdır. Dəmiyə əkinçiliyi dağlıq dağətəyi ərazilərdə, orta dağlıqda olduğu üçün əhali o qədər sıx məskunlaşmayıb. 2 də səhvdir. 1-2 cavablardan silinir. Cavab D-dir. Şabalıdı, dağ-qara, qəhvəyi dağ-meşə torpaqları yayılmışdır. Bu doğrudur. Mülayim isti iqlim tipinin üstünlüyü təşkil etdiyi ərazilər çox xarakterikdir. Ən soyuq ayın orta temperaturu 0 dərəcədən yuxarıdır. Bu fikir deməli doğru deyil. Bu dərəcədən aşağıda ola bilər. Əsasən dağətəyi və orta dağlığı əhatə edir. Doğrudur. 3, 4, 6 D variantı. 21 inkişaf etmiş ölkələr qrupuna ən son daxil olmuş ölkələri və bu qrupun daxil olması səbəbi olan amilləri müəyyən edin. Bunların içərisində ölkələr İrlandiya, Sinqapur, Koreya, Cavab və Avstriya verilmişdir. Qrupa yeni daxil olan ölkələr burada Sinqapur və Koreyadır. Yəni doğru cavabımız 3 və 5-dir. Onların daxil olma səbəbi əhalinin təbii artımının tənzimlənməsi bu səbəb deyil. Ümumdaxili məhsulun hər nəfərə düşən həcminin artmasıdır. Bəli, B doğrudur. İxracatda kənd təsərrüfatı məhsullarının payının artması bu da səbəb deyil. Mürəkkəb təsərrüfat süturuna malik olması D düzdür. Xidmət sahələrinin üstünlük təşkil etməsi B, D və Y. Urbanizasiya səviyyəsinin yüksək olması, urbanizasiya ölkələrin inkişaf və inkişaf etməli olan qruplara ayrılmasının əsas xüsusiyyətləri hesab olunmadığı üçün burada B və D, Y-ni götürürük. 3, 5, B, D, Y. 22-ci suala baxırıq. Xəritə sxemə. Xəritə sxeməsindən inzibati rayonlara aid olan xüsusiyyətləri müəyyən edin. İnzibati rayonlarımız 1-də deməli, burada 1-də Şabran rayonu göstərilmişdir. 2-də Samux rayonu, 3-də Ordubad rayonu, 4-də Zaqatala rayonu, 5-də Ucar, 6-da isə Masallı rayonları göstərilmişdir. Bu rayonlara uyğun olan fikirləri müəyyən edək. Şimal-cənub nəqliyyat dəhlizinin üzərində yerləşir. Deməli, bəli, şimal və cənub nəqliyyat dəhlizi üzərində yerləşmələri 1 və 6-nın ortaq cəhətidir. Şabran və Masallı rayonları. Biri götürür, bir doğrudur. 2-5 ərazisində seslər mövcuddur. Məsələn, Samux rayonu ərazisində su elektrik stansiyası ola bilər, amma Ucarda su elektrik stansiyası mövcud deyil. 2 səhvdir. 3-də 200 təbiəti qorumaq üçün xüsusi mühafizə olan ərazilər təşkil edilmişdir. Fikir versək, Samuqda Eldar Şamın qolunduğu qoruq var. Üstdə isə Zəngəzur Milli Parkı Ordubad rayonu arasında düşdüyü üçün üstdə doğrudur. 4-də 3 və 4 xarici ölkələ sərhədi yüksək dağlıq ərazilərdən və tranzit çaydan keçir. 3-ə fikir versək, Ordubad xarici ölkələ sərhədi dağlıq ərazidən həm Zəngəzur silsiləsindən keçir, Ermənistanla sərhədi, İranla sərhədi Arasçayından keçir. 4-də isə Zaqatala rayonunda isə Böyük Qafqaz dağları Rusiya ilə sərhədi, Gürcüstan isə Qanıq çayından keçir. Deməli, bu da doğrudur. 1-4 aid olduğu iqtisadi rayonlar Faraş tərəvəzli üzrə ixtisaslaşıb. 1-də Şabran və 4-də Zaqatala bu Faraş tələbəsi ilə aid deyil. Bu Lənkəran Astara iqtisadi rayonuna aiddir. 5-6 əhalinin milli tərkibi mürəkkəbdir. Baxaq, Ucarda və Masalada. Masalada mürəkkəb olsa da Ucarda deyil. Bu yanlışdır. Cavab orada olacaq 1, 3 və 4 A variantı. 23-cü suala baxaq. Nöqtələr üsulla tərtib olmuş xəritədə bir nöqtə 1000 nəfəri ifadə edir. Həmin xəritədə sahəsi 30.000 kvadrat olan A regionunda
600 nöqtə qeyd olunmuşdur. Regionda əhali sıxlığını hesablayın. Burada bir nöqtə, bir nöqtə bildiyimiz kimi uyğun gəlir. 600 nöqtə qeyd edilmişdir. Bir nöqtəyə 1000 nəfər uyğun gəlir. Bir nöqtəyə 1000-ə uyğundur. Amma burada 600 nöqtə qeyd olunmuşdur. Bunu tapmaq üçün bu deməli əhalinin sayı 600 min nəfərdir. Əhalinin təyin etdiyi 600 min. Daha sonra əhalinin sıxlığını tapmaq üçün isə əhalinin sayını, yəni 600 mini ölkənin sahəsinə bölmək lazım. 30 minə bölürük və buradan da cavab alınır 20 nəfər bölünsün kvadrat kilometr. Doğru cavabımız 20 nəfər. 24-cü suala baxın. Doğru ifadələri müəyyən edin. Azərbaycanda böyük kabotaj daşımaları əsas yer tutur. Bildiyimiz kimi yük daşımalarda gəmi xətləri eyni dəniz limanları olsa, kiçik kabotaj, müxtəlif dəniz limanları olsa böyük kabotajdır. Azərbaycanda Xəzər dənizinin olduğu üçün ancaq kiçik kabotaj ola bilər. Böyük kabotaj aid deyil. Bir səhvdir. Yük daşımalarda əsas yeri Sakit Okean tutur. Bu da yanlışdır. Atlantik Okean olmalıdır. Dəniz nəqliyyatı ilə daşınan əsas yüklərdən biri taxıldır. Bəli, neft məhsulları, həmçinin filiz məhsullarla yanaşı taxıl da daşınır. Üç doğrudur. Yük dövriyyəsinə görə ən böyük limanlar Asiyanın şərqində yerləşir. Bəli, bunlar doğrudur. Üstündə Çin, Yaponiya, Sinqapur ölkələrin limanları burada seçilir. Dünya ticarət donanmasında inkişaf etmiş ölkələr başçılıq edir. Əsasən inkişaf etməkdə olan ölkələr, xüsusən də kasıb ölkələrdən Panama, Liberiya ucuz bayraq altında bunlar hərəkət edir. 5 yanlışdır. 6. Dəniz nəqliyyatı beynəlxalq sərnişin daşınmasında payı azdır. Bəli, dəniz nəqliyyatı ən aşağı paya sahibdir. Burada 3, 4 və 6 sualın doğru cavabı. 25-ci suala baxaq. Baş Qafqaz və Zəngəzur silsilələrinin fərqli xüsusiyyətlərini müəyyən edin. Dağ buzlaqlarına malikdir. Həm Baş Qafqazda, həm də Zəngəzurda dağ buzlağı var, ortaq cəhətdir. Orta dağlıq zona 1200 mm-dən çox yağıntı düşür. Zəngəzurda yağıntının miqdarı 1000 metrdən çox olmur. Ona görə də bu təkcə Baş Qafqaza aid olduğu üçün fərqli fikirdir. Yerləşdiyi Təbriz vilayətinin ən hündür zirvəsi burada yerləşir. Bəli, Böyük Qafqazın ən hündür zirvəsi Baş Qafqazda. Orta Asiyasının ən böyük zirvəsi Zəngəzurda yerləşir. Bu da ortaq fikirdir. Maqmatik sular geniş yayılır. Maqmatik sular Baş Qafqazda çökməz sular, Zəngəzurda maqmatik sular geniş yayılıb. 400-dür. Bütün fəsillərdə bor rütubəti soyuq iqlim tipi yayılmışdır. Bu Baş Qafqaza aiddir, Zəngəzurda yoxdur. Götürürük. Su ayrıcı boyu dövlət sərhədi keçir. Zəngəzurda Ermənistan, Baş Qafqaz Rusiya ilə sərhəddədir. Ortaq cəhətdir. Cavab 2, 4 və 5-dir. 26-cı suala baxırıq. Materiklərin ucqar nöqtələri yanvarda daxil olan hava kütlələri, iyulda daxil olan hava kütlələri. İynəburnu Afrika materikinin cənub ucqar nöqtəsidir. Subtropik iqlim quşağında yerləşir. Yayda tropik, qışda isə mülayim hava kütləsi hakim olur. Yanvar ayları onlar üçün cənub yarımkürəsində yay ayları olduğu üçün yayda bura təbii ki tropik hava kütləsi gələcək və iyulda da mülayim hava kütləsi, yəni bir doğrudur. 2-də Mariato burnu. Mariato burnu Şimali Amerikanın cənub ucqar nöqtəsidir, subekvatorda yerləşir. O şimal yarımkürəsində olduğu üçün yay aylarında subekvatorda ekvator olmalıydı. Qış aylarında isə bəli, iyul aylarında ekvator doğru göstərilib. Qışda isə yanvar qış ayları olsun, tropik hava gəlir. Bu da doğrudur. Cənub-şərq burnu Avstraliyanın ucqar cənubi nöqtəsidir və subtropik iqlim quşağında yerləşir. Yayda tropik, qışda isə mülayim olur. Yanvar ayı yay ayları olduğu üçün yayda tropik hava gəlməli idi. Amma burada mülayim gəlib. Deməli yanlışdır. Tropik də yanlışdır. 3 də yanlışdır. York burnu Avstraliyanın şimal ucqar nöqtəsi subekvatordur. Yanvar ayı yay olduğu üçün yanvarda ekvator olmalıydı.
Yəni yanvarda ekvator olmalıdır, qışda isə tropik olmalıdır. Deməli bu da səhvdir. Merçi burnu isə Şimali Amerikanın ucqar şimal nöqtəsidir. Ümumiyyətlə Arktik iqlim qurşağına uyğun gəlir. Burada mülayim və Arktik qeyd olunub. İl boyu Arktik hava kütləsi olmalıdır. 5 də səhvdir. Cavab 1 və 2 olacaq. Doğru cavabımız 1 və 2. 27. Uyğunluğu müəyyən edir Azərbaycan, Qazaxıstan və Türkmənistan. Xəzər hövzəsində ən uzun sahil xəttinə malikdir. Bu fikir Qazaxıstana aiddir. Yanacaq ehtiyatının əsas hissəsi Xəzər dənizinin şelf zonasında yerləşir. Bu Azərbaycana aiddir. Asiyanın ən alçaq nöqtələrindən biri burada yerləşir. Karaciğer çökəkliyidir. Qazaxıstan ərazisinə -132 metr aşağıda yerləşir. Subtropik kontinental iqlim tipi Türkmənistana aiddir. D. Ərazisində geosinklinalda yerləşən ovalıq vardır. Məsələn, Azərbaycanda Kür-Araz ovalığı geosinklinalda yerləşir. Azərbaycana aid olan fikirdir. Cavab B, Y, AC və D olacaqdır. İnsan situasiya suallarına baxırıq. Son dövrlərdə iqlim dəyişikliyində antropogen amillərin təsiri xeyli artmışdır. Bunun əsas etibarilə sənayenin güclü inkişafı, enerji mənbələrindən geniş istifadə səbəb olmuşdur. Bu da, bu da iqlimin qlobal istiləşməsi problemini gətirib çıxarmışdır. Antropogen amillərin təsirini azaltmaq üçün müxtəlif tədbirlər həyata keçirilir. Bu tədbirlərdən biri də yanacaq növlərinin ekoloji cəhətdən daha təmizləri əvəz etməkdir. Məsələn, daş kömürlə işləyən müəssisənin istilik vermə qabiliyyəti 9800 kilokalori olan ay yanacaq növündən istifadə edərək daha səmərəli işləyə bilər. Bildiyimiz kimi daş kömür 1 kiloqram daş kömür yanarkən şərti yanacaq vermə əmsalı 7000 kilokalori qəbul edilmişdir. O zaman biz burada 9800'ü 7000'e bölsək 1,4 yəni qazın burada 1,4 əmsala malik olan qazdır. Neftə isə 1,5 olurdu. Yəni burada biz müəyyən etdik ki, bunu qazdan əvəz edə bilərik. Qazdan əvəz etsək daha səmərəli olar. Mətndə əsasən proqramə səbəb və nəticələrini müəyyən edib yazın. Hər birinə aid bir nümunə. Səbəb nədir? Məsələn, əhalinin sayının artması. Əhalinin sayı artır. Bundan başqa, əhalinin sayının artmasıyla deməli, əhalinin təbii ehtiyatlardan mənimsəməsi artır. Təbii ehtiyatlardan geniş istifadə olunur. İstifadə artır. Bununla yanaşı deyə bilərik ki, avtomobillərin sayının artması, avtomobillərin sayı artır. Bununla yanaşı, deməli, neft və qaz, daş kömür kimi enerji mənbələrindən hələ də geniş istifadə edilməsi, nəticəsində də nə olur? Nəticədə havada karbon qazının miqdarı artır. Karbon qazının miqdarı artır. Nəticədə yer səthində istiliyin artması, qlobal istiləşmə, yəni yer səthində temperaturun 0,6 dərəcə Celsius artmasına səbəb olur. Nəticədə buzdağlar əriyir. Buzdağlar əriyir. Bir çox ərazilər su altında qalır. Meşələrin deməli sərhədləri daha yuxarıya qalır. Səhralaşma və digər problemləri burada qeyd etmək olar. Mətndə əsasən daş kömürü əvəz ediləcək ay yanacaq növünə aid olan xüsusiyyətləri müəyyən edib cədvəl. Ay yanacaq növünün şərti yanacaq əmsalı 1,4-dür. Ay yanacaq növü qaz hesab edilir. Ay yanacağın istifadəsinin səmərəliliyi yəni ay yanacağından deməli səmərəli odur ki, ətraf mühitə daha az çirkləndirir. Nisbətən daha az çirkləndirəcək. Az çirkləndirir. Proqramın yaranmasına daha çox iştirak edən ölkələri kontur xəritələrlə rəqəmlə qeyd edib yazın. Bir neçə ölkə burada yazmaq olar. Məsələn, əhalisi çox olan ölkələrdən seçmək olar. Hindistan, Çin, bundan başqa Braziliya, ABŞ, İndoneziya,
həmçinin bir çox əhali cəhətdən çox olan ölkələr, həmçinin də geniş şəkildə bu təbii ehtiyatlardan istifadə edən ölkələri qeyd etmək olar. Sualların izahı bu qədər. İzlədiyiniz üçün təşəkkür edirəm.